Sən elə televiziyaya gəlməyin bir dastandır. Hə, olub. Hansı verilişə gəlmişdin sən? Heç özüm bilirəm ki, hansı verilişə gəlmişdim. Birinci, qonaq iştirakçı kimi hara gəlmişdin? İştirakçı X-Dans verilişi idi. Hə. X-Dans verilişi idi. Qəşəng, 16 yaşda. Həyat gözəldir. Jurnalistikadan bir xəbər. Jurnalistika nədir? İncəsənətdə birinci kurs, rəqs, show business. Mənə exo ver. Keçdim ilk o keçid turundan, amma orada əməlli başlı depressiyaya düşdüm. Çünki onu çox adam bilmir. Gəlin sizə elə məqamları danışım ki, içərdə danışmadığım məqamlar olsun. Deməli, keçid turudur və mən çox kök idim. Mən çox kök idim, amma çox gözəl oynuyordum. Mən peşikar oynuyordum. Özündə gözəl idi. Bilmirəm, o kökünü məni gözəl saxlayırdı ya yox. Nəysə, bal rəqsləri üzrə Azərbaycan çempionu idim. Amma mən səhnəyə çıxanda hamı düşündü, vay, indi səhnə deşiləcək, qırılacaq. Çox kök idim. Gəlmişəm orada, özgüvən belə və birdən mənim əzizim Təranə Muradova, o xətrini dünyalar qədər çox istəyirəm, biz ailəvi də dostuq. Elə orada da o məni tanıyırdı, amma orada qayıtdı, dedi ki, Yelena, sən çox yaxşı, çox gözəl oynayırsan, çox peşəkar oynayırsan, amma biraz arıqlamaq lazımdır. Mən elə bildim ki, bu sözü bütün Azərbaycan eşidəcək və mən əməli başda depressiyaya düşdüm. Və nə etdim? Bir ay vaxtım var idi növbəti tura qədər, 14 kilo arıqladım. Resepti de tez. Bilmirəm, məncə o konkret biabır olmaq resepti idi ki, mən düşündüm ki, bütün ölkə eşidəcək ki, mənə həmişə deyirlər ki, arıqlamaq lazımdır, mən deyirdim, mənə belə xoşdur. O yeni yetmə dövrlərdə biz necə oluruq? Öz mənfi tərəfimizi qəbul etmirik, axı deyirik ki, mənə belə xoşdur, mən belə istəyirəm. Kimi xoşuna gəlmirsə baxmasın və burada birdən-birə. Sən demə, onu montajda kəsiblər, heç efirə də getməyib, amma mən 14 kilo arıqladım. Və artıq mən verilişə çıxanda artıq arıqlamış versiyam idi. Heç kim məni tanıya bilmirdi o vaxt. Və efirə hazır idim. Çox güman ki, Təranə xanım o vaxt deməsəydi ki, səni arıqlamaq lazımdır, mən arıqlamayacaqdım və 100% məni heç kim o verilişdən sonra ailəsi dəvət etməyəcəkdi. Xeyr. Dəvəti necə aldın? Dəvəti necə oldu? Veriliş bitdi. Mən hələ də paltarda idim. Cəmaət ağlayırdı ki, mən verilişdən çıxdım. O vaxt SMS-lə idim. Ki, mənə belə deyim, pərəstişkarlıq edən insanlar var idi, zalda ağlayanlar, belə əməlli başda duyğusal anlar. Və o vaxtda maraqlısı odur ki, veriliş gedə-gedə, mən uşaqlıqdan rəqslə məşğul olduğuma görə, mən kinoklub verilişində oynamışam, mən rəhmətli Heydər Əliyevin qarşısında Utreniya Zvizdə verilişində oynamışam, Yuri Nikolayev gəlmişdi Azərbaycan. Mənim uşaqlığım səhnədə keçmişdi. Hətta Heydər Əliyev o vaxtı gəldi, ayrıca məni kabinetdə partnyorumla qəbul etdi, öpdü alnımdan və dedi ki, qızım, o vaxt artıq mən belə biraz özümü göstərdi ki, Azərbaycan dilində danışa bilirəm, dedi, sənin gələcəyin parlaqdır. Və Vaqif Gərayzadə o vaxt yadınızdadır, Elnarə, Double Trio, bütün bu, o dövründən söhbət gedir. O mənə hardası görür və deyib ki, Lena, super, o ictimaiyyədə işləyirdi, deyirdi ki, sən o verilişdən çıx, mənim səninlə bağlı gözəl bir planım var, talk show verəcəm sənə. Mən baxdım, nə talk show var? Mənim sizinlə danışırsınız. Mən və talk show. O məni deyir, məsələn, siyasi verilişə. Yəni, əslində o ideya birinci onda yaranmışdı. Vaqif Gərayzadə deyir. Bəli. Vaqif Gərayzadənin siyasi verilişə nə adiyyatı var? Bilmirəm, necə olub. Yəni, onu prodüser olaraq baxıb ki, burada nəsə maraqlı, yəni, bu belə bir söhbət idi. Və sonra nə baş verir? Seyfullah müəllim mənə deyir ki, sən bizdə işləmək istəmərsən? Mən dedim ki, İstəyərəm, ora baxıram, tanışdı, bura baxıram. Vaqif müəllim yadımdan çıxıb ki, söz vermişdi. Sonra məndən küsmüşdü. Çünki o mənə deyib ki, sən mənim ideyam, bu mənim ideyam idi. Və bəlkə də onun ağlında elə idi ki, mən kiməsə dedim ki, gəlin mən burada qalım. Ümumiyyətlə, qətiyyən, nə siyasət, mənim üçün kimsə mənə desəydi o vaxtda, mən gülərdim adamın üzünə ki, nə siyasət. Çəhrayı cins, saç bax belə, bu boyda sırğalar, yəni full makyaj, az qalıb ki, burada da bir dənə ürəyi belə çəkəsə. Sırf teenager və incəsənətdə oxuyan, ömür boyu həyatını incəsənətə həsr edən bir insan. Və birdən mən gəlirəm, yapışıram Aynisdən ki, nə olar, Gürcüstanda
yarışı olacaq. Orada ermənilər də çıxış edəcəklər bal rəqsləri üzrə. Mən öz pulumu özümü ödəyirəm. Bir dənə operatorun yol pulusunu ödəyin, yeməyini də verəcəm. Mən də ştatda deyiləm axı. Mənə nə operator düşür, nə ezamiyə düşür. Mən də burada yalvarıram ki, qurban nəsə maraqlı bir şey olsun. Nəsə mənə operatoru verirlər, biz gedirik, çəkirik və elə olur ki, bizimkilər bu da Cənubi Qafqaz çempionatı olur və bizimkilər erməniləri udur. Biz onu çəkirik, mən orada mır nəsə edirəm. Gəlirəm Bakıya, dəhlizlə gəzə-gəzə. İndi mənə təsəvvür edin ki də, mən uçuram da, məndən yoxdur. Mən elə bir ekskluziv gətirmişəm. Dəhlizdə görürəm Vahid müəllimim. Deyir, Alenочка, nə edirsən? Raskazvın. Görüm nə var, nə yox. Mən də bilirsiniz, mən belə getdim, belə çəkdim, belə elədim. Burada Vahid müəllim tutdu ki, bu qızda səndəmə nəsə var imiş. Həmin an düşünmədən elə dəhlizlə məni saldı. Hara? Xəbərçinin studiyasına. Mən də ki, əfər, nə studiya görmüşəm, nə xəbər görmüşəm, bilmirəm haradır. Pərdələr açılır. Yəni, o vaxt hər bir ailədə hər kəs bilirdi ki, bu xəbərçinin studiyasıdır. Biz evdə xəbərlərə baxmamışıq. Təsəvvür edin ki, rus dilli ailə, aynəsi xəbərlərə baxacaq. Yox. Mən də belə oturmuşam, baxıram ki, indi bu pərdələr açılanda hamının baxışı indiyə qədər yadımdadır ki, aha, o aparıcı olacaq. Çünki oraya heç kim elə salmırlar. Mən də ki, axmaq heç nə başa düşmürəm. Belə eləyirəm cəmaata, belə eləyirəm ki, nə gözəl, nə yaxşı. 30 durublar məni. Kondisioner də yandırmamışlar o vaxt yadımdadır ki, istidən ölmüşdüm, yay idi. Məncə qənaət eləyiblər ki, aparıcı deyil, elə görəyəcək. Həmişə etməyini İşıq da üzümə vurur, axı, ölürsə, tər. Mənə iqtisadiyyat xəbərləri qoyublar, deyiblər, oxu. İqtisadiyyat xəbərləri. Dilim qırılıb, konkret qırılmış. Terminlər. Tut. Mən artıq tərin içində, axı da belə edim. Heç kim də yoxdur, mən təkəm studiyada. Sən demə, hamı efirində artıq yığıblar. Suflördən oxuyursan. Suflördən oxuyuram. Can. Və milləti yığıblar oraya ki, baxın, görün o necədir efirdə falan. Mən çıxıram, deyirəm, mən də çox ərkön olmuşam. Axı, mən çox gəncəm, hələ başa düşmürəm, subordinasiya nədir, falan. Çıxmışam, deyirəm, nə istəyirsiniz məndən, bu nədir? Yəni, düşünmürəm ki, bu şirkətin prezidenti dayanıb, vitse-prezidenti dayanıb, uşaq. Ona görə mən həmişə Linusə. Nə istəyirsiniz məndən, mən nə istədim, bu nədir? Bu nə sözlər də vermişsiniz, təkmilləşdirmək, necə deyim mən onları? Neysə, Vahid müəllim qayıtdı dedi ki, təbrik edirəm, 2 həftə sonra efirdəsən. Mən baxdım, dedim, hansı efirdə? X missiyada, dedim, yox, xəbərlərdə. İnansız bilmirəm. Ya dedim, ya fikirləşdim, 100%. Deyəsən, dedim ki, başınız xarab olub. Nəsə, belə bir şey, nəsə dedim. Hamı döndü mənə. Mən başa düşdüm ki, artıq mən ağ eləmişəm. Hər gönlüyü qoymaq lazımdır kənara. Deyiblər ki, efirdəsən. Dedim, nə efir? Nəsə, məndə başladı ağlaşma. Evə gəlirəm, ağlayıram, mən istəmirəm. İştahmıya deyirəm ki, mən istəmirəm, başa düşürsünüz. Məni atıblar xəbər mərkəzinə. Mənə pencəyi geyindirmək, təsəvvür edirsiniz, bu nədir? Bu tamam fərqli bir insandır. Yanağında ürək çəkilmiş qıza. Başa düşmürəm, nə baş verir. Ağlayıram, onunla məsləhətləşirəm. Bu ilə mənə hamı deyir ki, etmə, qal. Mən öz istəyimlə yox. Mama nə deyirdi? Mama deyirdi ki, bu möhtəşəmdir. Mama da başa düşmürdü, nə baş verir. Hamı sevinirdi, bircə mən başa düşmürdüm, istəmirdim. O qədər maraqlı hadisələr olub ki, mən müsahibəyə gedəndə nazirləri üzdən tanımırdım. Çap edirdim Google-dan şəkillərini. Dururdum, belə baxırdım ki, o da gəlir. Yəni, bu qədər. Başa düşürsünüz, o qədər olub. O qədər çətin olub mənim üçün. Biri var sən mikrorayonda danışıq dilini öyrənəsən. Qadan alımla, filanla məzələnərsən, zarafat edərsən. Bir də var gəlmişsən efirə. Və mən çıxmışdım, 1 qram həyəcan yox idi, döndüm arxaya. Birinci efir. Belə eləyirəm. Başa düşmürəm, bax, hələ ki, nə boyda məsuliyyət. Birinci efirdir. İlk efir. O qədər rahat keçib ki. Şapka gələndə o belə olmalı. Yox, 1 qram da həyəcan yoxdur. Çünki mən anlamıram nədir. Və birinci efirdən sonra mən deyirlər ki, sən dərk edirsən ki, sənə 8 milyon insan baxır. O vaxt 8 milyon idi. Dedim, baxsın da, deyirlər, sən dərk edirsən ki, sənin hər bir səhvin sənin həyatını məhv edə bilər. Burada artıq böyümə anı başladı. Səhərsə oyandın ki, ulduzsan? Bəli, təsəvvür edin ki, mən metro ilə gedib gəlirdim, mikrorayonda yaşayırdım. Səhərsi gün oyanmışam ki, metroda gedirəm, hamı məndən soruşur, siz metroda nə edirsiniz? Deyirəm, burada çəkilişim var. Hamı da elə bilir ki, sən efirə çıxırsansa, sənin pulun çoxdur. Ciddi deyirsən,
Yəni sözün əsl mənasında səhərsi gün. Səhərsi gün cəmaət mənə şəkil çəkdirmək, hamı şoka düşmək, sənə barmaqla göstərmək ki, ayda o qız bu, o rus qızı budur. O rus qızısınız. Və bu birdən-birə sən oldun, birdən-birə. Qaldırın məni, qaldırın. Nisitimi, yəni nisit. Amma sən qalmısan iki yolun arasında. Bir tanınırsan, səni artıq böyük adam kimi tanırlar. Amma sən əslində heç də böyük adam deyilsən. Həmin qızsan, həmin kasıb ailədən çıxan, həmin metro ilə gedən, həmin ayaqqabının altı deşiyi olan və yağış olanda ayağı sulu olan. Sən qalmısan, sanki ulduzsan, amma əslində o Zoluşka söhbəti var idi. Belə bir dalğaların içində idim. Çətin idi sənə işləmək? Çox. Hər gün, demək olar ki, o 5 ilə hər gün mən dəhlizdə ağlamışam. Çox çətin idi. Mənə çox çətin. Məni qəbul... Ən çətin, dünyanın ən çətin işi öyrətməkdir, amma ki, öyrənmək də asan deyil də. Mənim öyrənməklə bağlı problemim yox idi. Mənim öyrətməklə bağlı problemim vardı. Məni qəbul etmirdilər. Necə yəni? Mən indi hər biri ilə çox yaxınam. Paxıllıq. Biz jurnalistlər binasında, mən 10 il o binada yaşadım, biz keçən il köçdük. 10 il ərzində o insanlarla çeyin-çeyinə yaşamışam. Yəni, sən o binada ev verildi? Bəli, birinci binadan. Və təsəvvür edin ki, mən hər kəslə indi görüşəndə mənim canlarımdır, kollektivimiz. Amma məni qəbul etmirdilər. Mənim üzümə deyirlər ki, sən tupoysan, başa düşürsən. Niyə? Sən rəqqasəsən. Hə. Sən hardansa ki, biz oxumuşuq. Sübut eləməliydin özünü onun üçün, hə? Və bu çox çətin idi. Sən qapını açırsan, ancaq Sidarenko eşidirsən. Hamı mənim haqqımda danışır. Xeyr olar, biz oxumuşuq, biz əziyyət çəkmişik, amma bu gəldi bəbə, axşam xəbərlərinə birbaşa. Özdə təsəvvür edin ki, mən tək çıxa bilmirəm axı, heç nə bilmirəm axı. Bunu da etiraf etmək lazım, mən heç nə bilmirəm. Mətin yaza bilmirəm, podvodka yaza bilmirəm, aparıcı mətni yaza bilmirəm, montaj heç nə bilmirəm. Onsuz mən kursu keçmişəm, bilmirəm. Mən ümumiyyətlə uşağam, birincisi. Və mənə görə bütün sistemi dəyişiblər, ikili aparıcı eləyiblər, oğlan və qız. Təsəvvür edin ki, mən kukla kimi otururdum, ancaq oxuyurdum, amma yazıq oğlanlar, mənimlə efirə çıxanlar, 2 nəfərin yerinə efir yığırdılar. Mətin yazırdılar. Mətin yazırdılar, aparıcı mətnləri yazırdılar, hər bir şey ardıcılığı düzürdülər, onlar redaktordan əziyyət çəkirdilər. Mən isə hazır kukla kimi oturub o mətni oxuyurdum ki, bircə qurban olun, bir dənə səhv olmasın. Nə vaxt sən özün mətn yazmağa başladın? Mən ümumiyyətlə eqom çox güclüdür, o vaxt lap güclü idi də, yəni dəhşət. Və mən kiməsə asılı olmaq, kiməsə, mən uğurluqla məşğul olmuşam. Mən keçirdim, kompüterin yanından baxırdım ki, necə yazır. Girirdim bunun mətninə. Baxırsan, öyrədirdilər sanki. Amma əslində... Akademiyada reportaj öyrətməmişdilər. Reportajı, akademiyada daha çox nəzəriyyədir. Çəkilişə çıxmırdınız? Biz akademiyada praktikadan mən eksmisiyada keçmişəm. Mən praktikamda xəbərlərdə olmamışam. Mən birbaşa gəldim işləməyə və heç nə bilmirsən. İnsanlar səni öyrətmək istəsə, belə hər kəsin öz işi var. Sən axı özün gözəl bilirsən. Hər kəs reportajını eləyir, kompüterlər hamıya çatmır. Kim birinci gəldi, oturdu o kompüterdə, işlədi və s. Bir dəfə gəlmişəm ki, saat 7-dir, 8-dir, 9-un yarısı da evə getmək istəyirəm və mənə prodüser deyir ki, sənin bir materialın qalıb, hardadır? Deyirəm, o mənə verilməyib. Bizə nə edirdilər? Sənə material verilib, mən də ki, başım çıxmır axı. Götürüb mənim adıma yazıb o materialı. Özü də gedib evə. Çəkilişi? Çəkilişi, ümumiyyətlə, materialı. İndi gəl sübut elə ki, o mənim deyil. O deyir, sənin adındadır. Axşam xəbərlərdə, hanı? Mən efirdə oxuya-oxuya, ortada görürəm ki, söyüş sözü yazılıb. Nə danışırsan? O vaxtdan sonra bizdə eliblər ki, hər kəsin öz şifrəsi olsun. Amma əvvəllər aparıcının bir dənə kompüteri var idi. Bütün aparıcılar orada otururdu. Kim efirdədirsə orada otururdu. O söyüş də bilinmirdi də kim yazıb, hə? Təbii ki, yox. Kimə sübut edəcəksən? Və bir gün mən oturduğum yerdə mənə zənglər gəlməyə başlayıb. 1, 2, özdə ən belə bir zincir, bomba nömrələr gələn, bunlar kimdir görəsən? Hə, harada görüşür? Neyin yeri? Sən demə mənim çantamdan, mən ümumiyyətlə həmişə o vaxtdan çalışırdım ki, açıq-saçıq, çox geyinməyim ki, onsuz da 90-cı illərdə deyirlər ki, o qeyri-Azərbaycanlıdırsa, artıq bir çox digər fikirlər yapışdırılırdı. Və onu şablonlar insanlara sübut etmək üçün ki, bu belə deyil. Mənim heç bir dənə şəklim də yox idi ki, hansısa bir qısa ətəkdə olum və yaxud donda olum, açıq.
Bir şəklim var idi flash kartda. O flash kartı oğruyub, onu qoyulmuşdular Mail.ru znakomstvaya və mənim adımdan, cəmaatla, yəni çox əxlaqsız şəkildə təkliflər qəbul edərək mənim şəxsi nömrəmi verirdilər. Yəni bu ancaq 10%-dir danışdıq. Terrarium deyə. Bu ancaq 10%-dir. Bildiyin terrariumda doğrudan da xəbərçi çox çətin yeridir. Yəni mənə qarşı burada bir neçə aspekt var. Uşaqdır kimdir gəlib, rəqqasədir kimdir gəlib, bizə zəl çəkmiş. Ümumiyyətlə heç nə bilmir, niyə qabağa getməlidir? Niyə biz Əslində normaldır. Bilirsən, mən həm şəxsiyyət olaraq hələ formalaşmamışam, axı uşağam. Həm kadr olaraq formalaşmamışam, amma mən artıq ulduzam. Amma o yaşda döyülmək də yaxşıdır da. Yəni bildiyin o ekzekusiyadır da, yəni döyülmək. Mən qanqır. Yerin altına salıb çıxardım. Ya sən artıq o yaşda başa düşürsən ki, nədir, nə döyür. Bu yaşda bəlkə dözməzdim. Hə, bəlkə də. O yaşda bəlkə mənə daha rahat idi. O yaşda artıq heç nəyə dözə bilmirsən. Amma o vaxtda insanın dözümü də çox olur, insanın əzmi də çox olur axı. Sübut eləyəcəm. Xüsusən də sənin kimi adam çox əzmlisən sən. Hə, sübut edəcəm söhbəti vardı. Sübut edəcəm dedikdə mən çıxıram Aynesdən, özəl sektorda çalışıram. Sonra Xəzər televiziyasından təklif alıram və Xəbərçi, aparıcı kimi? Aparıcı, jurnalist kimi və artıq bura gələndə mən hiss edirəm ki, mən kadram. Mən Aynesdə yetişsəm də, yenə də məni heç kim belə qəbul etmirdi. Mənə hamı artıq çox istəyirdi, amma yenə də Lenочkadır da. Yəni, mən nəyisə bilməsəm, hansısa sözü səhv desəm, yəni tələffüzümdə o qədər problemim vardı. Təsəvvür elə, mədədə partlayış nəticəsində 75 nəfər ölüb. Əslində mədəndə deməli. Mədə dedi. Efirdə deyirdim. Mən indi deyirəm ki, ay Allah, nə yaxşı ki, o vaxtı YouTube yox idi bir tərəfdən. Biz oluram, heç bir dənə mənim videom yoxdur. Efir videom yoxdur. Yəni bir arxivdən yoxdur. Amma eyni anda o qədər sevinirəm ki, indi ən çox prikol tutulan aparıcı mən olacaqdım. 100% ki, 100%. Nələr də Oktay Ağayev 25 yaşında vəfat edib, 75-in yerinə. Yəni adam necə belə çaşa bilərdi? Tələffüzdən danışmıram. Bir dəfə demişdim ki, mən də güya ki, indi çalışıram da. Mənə öyrədiblər axı, şeiri danışanda qəşəng danış. Mən də bilirəm, ehtiraz aksiyaları. Çıxmışam efirdən sonra, baxıram, hamı qırılıb gülməkdə. Deyirəm ki, yenə mən neyinləmişəm orada? Sadəcə etiraz sözünü bilmirsən. Mən sadəcə bilmirəm. Deyirəm, o nədir ki? Deyirlər ki, bax, bu falan şeydir. Deyirəm, mən bilmirəm ki, beləsə. Mən bilirəm ki, etiraz emədə çalışıram, gözəldir. Bizə nə qədər olub? Yəni, mən həm prikol obyekt olmuşam, həm də ömür boyu tənqid obyekt olmuşam. Bir dəfə efirdə hırıldaya gülmüşəm cəmaatın üzünə. Ha, belə də. Nə oxuyurdun, hansı xəbərdə? Bizə necədir? İnsan yetişməyəndə şəxsiyyət olaraq o başa düşmür də nə yiyir. Biz efirdə kimisə toyudur işçilərimizdən. Hamı toyda. Mən Ayaz Nizamioğlu ilə efirdə. O mırtdaşır, mən mırtdaşıram. Xəbərlərə baxırıq, onu prikola tuturuq, bunu prikola. Heç kim yoxdur şirkətdə. Çox belə olur elə bir anda ki, sən belə göstərir, adamın ürəyi gedir. Deyirəm, ay Allah, Ayaz, Allah axırını xeyr eləsin. Yaxşı, oturmuşum. Axırıncı cümlədim. Mən deyirəm, 2 dənə sözdür. O deyir, bu günlük bu qədər. Mən deyirəm, o deyir, sağ olun, mən deyirəm, salamat qal. İndi biz mırtdaşırıq, yox sən deyəcəksən, yox mən deyəcəm. Axırda qərarlaşdırmadıq kim deyəcək. İkimiz də axırda belə dedik. Bu günlük bu qədər. Elə bir xordur da. İndi Ayaz axı təcrübəlidir. Ayaz ben başını saldı aşağı. Ben belə dedim. Tez şapkanı saldılar ki, indi Vahid mənim gəlib iclasına. Xilas edici şapka. Vahid mənim gəlib iclasına. Heç vaxt axırıncı sağollaşmana baxmırıq. Belə yox, axıra qədər baxmaq istəyirəm. Bilir axı. Başımı saldı aşağı. Dedim, necə faiz çıxacaqlar başdan bu dəfə görürsən. Aynı axırda mən şirkətə borclu qalırdım. O qədər pul çıxılırdı ki. Çıxılırdı amma, hə? Yəni amansızca çıxılırdı. O qədər. 170 manat ilk maaşım idi. Sonra deyəsəm, ən maksimal 375 idi deyəsən. Çünki yadımda... Yazılan nə qədər idi? Bilmirəm. Elə əlimi onu alırdım ki, o qədər cərimələrlə çıxırdı ki, burada da işte qalmır. Benzin pulu eləyirdi maksimum. Maşının var idi artıq? Yox. 21 yaşımda maşın aldım. Niyə dözürdün? Uşaqıdın, niyə dözürdün buna? Dolandıracaq ailən yox idi, nə bilim, asıllığın yox idi, xüsusən də başqa bir yerdən gəlirin vardı, niyə dözürdün? Məncə, yenə də eqom. Mənə çox xoş idi ki... Sən gördün ki, bura yaxşı yerdir, deyil mi? Mənə xoş idi ki, mən fərqlənirəm. Mən çox fərqlənirəm.
jurnalistika aləmində məndən sonra Xosanı gətirdilər, aynəsə. Məndən sonra hansınsa demişlər, hətta yadımdadır ki, mən çıxanı. Xose Bernardonu. Bəli, deyiblər ki, rus qızı tapın, Ukraynalı tapın, Yelena kimi danışsın. Biz onu əvəzləyə hamı unutsun Yelenanı, amma məni unutmadılar. Başqa kanalda? O mənə çox, yox elə öz kanalımıza. Mən çıxandan sonra belə söhbət var idi, böküm yalan idi, mənə belə çatmışdı. Amma indi 22 il keçib. Artıq mən də formalaşmışam. Bax, onlar necə o vaxt formalaşmış idi, mən bəbək idi. İndi o vaxt bizim güclərimiz bərabər deyildi. Amma artıq mən özüm də formalaşmışam, həyatı da dərk etmişəm, özümü dərk etmişəm, peşəkar tərəfdən inkişaf etmişəm. Yəni, o vaxt mənim yadımdadır ki, biz harada dayandıq. Mən dedim ki, Xəzərə dəvət aldım işləməyə və Xəzərdən Rusiyada seçkilər keçiriləcəkdi. Mən Xəzərdə rəhbərliyə dedim ki, göndərin gedək biz, orada çəkiliş edək, 100% bütün kanallar gedəcəklər. Əvvəl dedilər, yo, sonuncu günü görüblər ki, bütün kanallar orada da məni göndərdilər. Mən gəldim, təsəvvür edin ki, mənim akreditasiyam yoxdur. Mən seçkilərə gəlmişəm. Akreditasiyası necə göndərirlər bəs? Təsəvvür elə. Get, nə istəyirsən elə bu. Bir günə hansı, artıq akreditasiya bağlanıb, yoxdur. Mən gəlmişəm ora, enerjimlə həmişə lazım olan məqamları çəkə bilirəm özümə. Təyyarədə kimlə uçuram? Məzahir Pərnağovun köməkçisi ilə. Əlaqə nömrəsi götürürəm, Rusiya nömrəsini ki, Məzahir mənimlə müsahibə alacam. Okey. Sonra gəlirəm, başlayıram Moskvada hansı tanış, kim var idisə, hamını axtarım ki, mənə tapın, Putin harada səs verəcək. Mən ora gedəcəm. Gecə ilə mənə xəbər gəlir ki, filan dairədə səs verəcək. Sənin də akreditasiyan yox. Mənim də akreditasiyan yoxdur. İçəri girə bilmirsən. Mən gəlmişəm. Bir dənə növbə jurnalistlər, hamı girib, mən gəlib çatmışam, yoxdur. Nə məndə, nə operatordan. Yetim kimi durmuşam ki, bəs çox xahiş edirəm, bəs filan, bəs 5 məkan deyiblər, gözlüyün filan, 5 məkan, tuda, nə bilim, nə. Birdən mən nəsə Azərbaycan dilində deyirəm və bir kişi yaxınlaşır, tipik rus və mənə tipik Azərbaycan dilində soruşur, siz Azərbaycandan gəlmisiniz? 2 nəfər sapsarı bir-birinə Azərbaycan dilində Moskvada danışır. 2 slogan Azərbaycanca. Deyirəm ki, bəli, bəs siz? Deyir, mən orada böyümüşəm. Azərbaycan mənim vətənimdir. Mən dedim, bizi buraxmırlar, biz keçə bilmərik. Sən demə, ən vacib adam elə o idi orada. O dedi, kim buraxmır ki? Keçin. Azərbaycan dilinin kəraməti. Keçin. Azərbaycan dili həmişə məni irəli çəkir, eyni ilə orada. Amma nə baş verir? Mən oteldə eyni digər jurnalistlərin bir yerdə qalıram və aynəsindən gələn müxbir mənim çox yaxın dostumdur. Və mən ona deyirəm ki, o məni çox öyrədib, o mənim qardaşımdır. Mən ona deyirəm ki, halallıq ver. Mən tapdım, Putin harada səs verəcək, amma mən sənə deyə bilmərəm. O mənə baxır, deyir ki, etmə belə. Özlüydü sıdır, deyir ki, hə, başa düşürəm. Deyirəm, başa düş. Burada sənin söhbətin deyil. Burada özümü sübut etmək söhbətidir. Bağışla. O da özünü sındırıb, deyir, mən politologdan müsahibə almalıyım, politolog ara, Putin ara. Və bu əmindir ki, məndə alınmayacaq, çünki yoxdur akreditasiya. Amma onun akreditasiyası var. Mən də sırtıq, necə pis, ifritə demirəm, amma o keçə bilər. Nəysə, mən keçirəm içəri və nə baş verir? Deyirlər ki, heç ki, mikrofon belə tuta bilməz. Bilirsiniz, Rusiyada falan da belə tutulur. Mənim də mikrofon belədir, belə mikrofon var idi bizdə. Nəysə, bu kişi indi hansı ki mənə kömək etmədi, deyir, orada dayan, burada dayan, orada dayan, burada dayan. Birdən Putin girir içəri. Putin girir və mən başa düşürəm ki, ruslar demişkən, eli pan, eli propal da, ya edirsən, ya da ki, heç nə. Və təsəvvür edin ki, Putin gələn kimi mən belə oturmuşum, birdən belə qalxdı və mikrofonla düz gözünün qabağında belə durmuş. Təhlükəsizlik mənim yanımda olan başqa bir oğlan jurnalist var. Nətər onu çırpdılarsa, qaçdı o tərəfə. Mən qaldım, belə siz necədir? Orada mənim üçün fərqi yox idi. Mən sual verim. Heç ağlıma gəlmədi sual. O qədər eyfariyada idim ki. Mikrofonum görsənsin. Mikrofon, Xəzərin mikrofonu orada olsun. Özü heç kimin mikrofonu yoxdur, tək elə bir ki, ekskluziv mənlə danışır. İndi oradan çıxmışam, həmin aynəsində müxbir mənə zəng vurur. Necə oldu? Deyirəm, aldım müsahibənim. O deyir, başa düşdüm.
Bitdi. Hələ Səni zəlil qalası. Hələ buna demirəm. Gedirəm Məzar Pənahovdan müsahibə alıram. Qəşəng qırmızı meydanda kraslı poşetdə alıram. Və gəlir akşam oturmuşuq Səfiliyin otelində hamımız qalırıq Azərbaycan. Baxırıq xəbərlər edirəm. Bəlkə mənimkinə baxmayasınız. Deyir, yox görüm yenə neynəmsən orada baxaq. Və bunlar açırlar ki, bunlarda nə? Moskva kadrları seçkilər, bir dənə politologdur bütün kanallarda. Mən də Putinin qarşısında qəşəng mikrofon, Məzar Pənahovdan müsahibə. Məzarı görəndə hamı belə döndü mənə baxdı. Dedim, uşaqlar, это biznes. Burada mən artıq özümü... Niço, mən sizi sevirəm. Aynəsdə niyə çıxdın, getdin sən? Çünki maaşım az idi. 100 manat artıq maaş istədim, vermədilər. Gözləmədilər, şeyləri istəmək olmazdı da orada. 100 manat istədim. Çünki bizdə aynəsdə mən səhər gəlirdim, gecə 10-dan 2-də çıxırdım orada. Və 100 manat istədim. Dedilər ki... Xəzərdə daha artıq verdilər? Mən Xəzərə qayıtdım bir neçə il sonra. Elbə ki, mən televiziyadan bir neçə 3 il deyəsən işləmədim, sonra gəldim. Xəzərdə mən aynəsdə aldığım maaşın 2 qatını alırdım və jurnalistlər arasında ən yüksək maaş alırdım və bu 840 manat idi. Möhtəşəm idi. Amma mən Xəzərə niyə gəldiyimi anlamırdım. Oturub düşünürdüm, mən bura niyə gəldim? Mən niyə gəldim? Məncə burada 2 səbəb var idi. Bir səbəb bildiyim, ikincisi bilmədiyim. Bildiyim səbəb o idi ki, mən artıq hər kəsə göstərmək istirdim ki, yox, mən jurnalistəm. Mən həm aparıcıyam, mən həm jurnalistəm, mən çaşmıram, mən etirazın yerinə ehtiraz demirəm. Təbii ki, hamımız çaşa bilərik, amma qlobal olaraq, yəni mən hazıram artıq və baxın, mən inkişaf eləmişəm, üzərimdə çalışmışam, mən universiteti bitirmişəm, magistr bitirmişəm, ikinci təhsilə daxil olmuşam, özə hara-hara siyasi idarə etmə, prezident yanında Dövlət İdarəçiliyi Akademiyası. Artıq mən bu proseslərin içində ki, mən kadram, mən çox güman ki, bunu göstərmək istirdim. Amma bilmədiyim məqam o idi ki, cənab prezident evi elə mən Xəzərdə işləyərkən mənə verdi. Məncə, ən başlıca səbəb o idi. Sadəcə Allah bilirdi, amma mən bilmirdim. Amma orada xəbərdə işləmək səni qane eləyirdi? Edirdim, bir ana qədər. Hansı ana qədər? O ana qədər ki, mən başa düşürdüm ki, bizə artıq gedin parkda insanlardan soruşun, görün dişləri necə fırçalamaq lazımdır, belə yoxsa belə. Mənim də artıq 30 yaşım olurdu, ailə qururdum və deyirdim ki, bəlkə biz biraz tərpənək, hansısa bir yeni bir, ola bilər status, ola bilər yeni bir hansı veriliş, yanaşma və s. Yəni, nə vaxta qədər? 17 yaşdan, hələ də 30 yaşda, hələ də sən dişləri necə fırçalamaq lazımdır. Mənə ciddi gəlmədi artıq elədiklərim. Dedim, ya, siz qərar verirsiniz. Mənə bir normal bir, ciddi bir iş verirsiniz, ya da ki, mən gedirəm. Sən xəbər aparıcısıydın orada? Bir müddətə, sonra mən heç efirə də çıxmırdım. Bəyənmirdilər məni. Bəli, və sən oturursan, başa düşürsən ki, mən efiri çox sevirəm. Darıxırsan? Efirdən ötürü çox. Gərək yaxşı təklif ola da qaydasan. Hə, təkliflər olub. Amma yaxşı mı olub? O biraz fərqlidir. Yəni, təkliflər olub. Demişəm, yaxşı, mən gəlim, aparım, çıxım, gedim. Yo, bütün günü burada qul kimi işləməliyik. Amma mən artıq o yaşdan çıxdım. Real təklif eləyib sənə qayıtmağa? Real televiziyası. Qayıtmağı dedikdə onlarda artıq formalaşmış komanda var idi. Biz realla... Yəni, orada işləmək, iş yeri kimi. Var idi, elə bir təklif var idi o vaxt. Niyə getmədin? Çünki mən işləyirdim. Deyəsən 5-də falan gedirdim, öz efirimi yazdırırdım və qayıdırdım. Mən yəni artıq stabil PR menecer olaraq çalışdığım və dünyalar qədər çox sevirdim, sevirəm. Çox razı olduğum, həm maddi, həm mənəvi, həm inkişaf baxımından razı olduğum bir yeri qoyub, yenidən səhərdən axşama qədər jurnalistikada olmaq istəmirdim. Orada da rejim necədir? Ciddi, yəni belə səhər get, axşam qayıt, elə aynəsdəki rejimdir? Realda məndə elə deyildi. Mən sadəcə müharibə vaxtı veriliş aparırdım, o da gəlirdim. Biz yazdırırdıq, gedirdik ona görə. Amma məncə, orada da belə bir rejim olar məncə. Hər yerdə necədir, orada da belədir. Səndə tərəf tutmaq yoxdur, çünki keçmiş aynəsçilər biraz bölünüblər. Kimsə Vahid Mustafayev tərəfidir, kimsə Mirşahin tərəfidir. Mən tərəf tutmuram, çünki mən hər kəsi çox sevirəm. Açığı, bu yaxınlarda, bilsən, mən, məsəl üçün, Mirşahin müəllimi tez-tez görürdüm. Mən daha tez getdim
Aynes bağlamamışdan öncə getdim. Ona görə mən bütün o söhbətlərin içində olmamışam. 2000 neçə 16-da? Mən 2008-də getdim. Yəni mən o proseslərdə olmamışam. Mən bilmirəm kim haqlıdır, kim haqsızdır. Və deyim ki, kimlərlənsə mənim belə də oturaq gəl müzakirə edək, orada nə olub? Heç ona vaxtım yox idi. Mən öz inkişafımla məşğul idim. Çünki hamı inkişaf etmişdi, amma mən geridə qalmışdım. Mənim onlara gəlib çatmağım lazım idi. Yəni ona vaxtım yox idi. Həddindən artıq böyük bir sevgi var idi üçünə də qarşı. Sadəcə mən çox impulsiv insanam. Mən gəldim, dedim ki, mənim maaşımı qaldırın. Dedilər, yox, heç kim gözləmirdi. Və mən çıxdım, getdim, dedim, sorry da. Mən heç kimə xəyanət etmədim. Mən çıxdım, işsiz qaldım. Sonra iş təklifi gəldi. Mən əvvəl direktoru oldum, sonra vitse-prezidenti oldum. Sırf məni tanıyırlar deyə mənə o təklifləri verdilər. Ona görə yox ki, mən aynəsi satdım. Sadəcə olaraq mən artıq başa düşürdüm ki, yox, biraz... Sən gör nə cür danışırsan. Aynəsi, ona görə yox ki, mən aynəsi satdım. Başqa iş tapmaq ümumiyyətlə satqınlıq deyil. Mən nəyə gətirirəm? Deyim sənə. Sadəcə olaraq başqa işə getməkdir. Mən niyə bunu deyirəm? Uzun illər Mircəy müəllimi mən görürdüm. Elə müharibə dövründə mənə zəng vurdu ki, bəs yaxşı olar ki, Ukrayna müharibə xəbərləri aparsın. Mən getdim, mənim öz yoldaşım müharibədə idi. Mən onu özümə borc bildim ki, belə bir ehtiyac varsa mən bunu edəcəm. 44 günü mən o verilişi apardım. Real savaş idi adı. Və həmişə istəyirdim ki, həmişə şəkillərdə görürdüm ki, aynəsindən olan qızlar, oğlan, hamı görüşür, məni çağırmırlar. Bir dəfə ona, buna yazırdım ki, dostlar, nə olub, nə məsələdir? Yəni, olmaz ki, mənə də deyəsiniz. Mən məmnuniyyətlə, çünki mənim ürəyim qalır sizin yanınızda. Nəsə, uzun dövrlərdən sonra məni bir qrupa daxil edirlər, orada bütün aynəsinin qızlarıdır. Mən çox sevinirəm, görüşə gedirik. Və sonra bu yaxınlarda elə yeni il deyəsən ərəfəsində idi. Bizim bir görüşümüz oldu. Vahid müəllim gəldi, Seyfullah müəllim gəlmədi. Çox pis oldum ki, Seyfullah müəllim gəlmədi. Çünki heç cür alamadım mənim onu görməyim. Amma bu görüşdən sonra hətta biraz tərəddüd edirəmmi deyim. Çünki mən Vahid müəllimi gördüm və Vahid müəllimin mənə baxışı, sən necə baxışı idi? Yad bir insana baxışı. Və bu mənə çox dəydi. Biz bir masa arxasında oturduq. Biz salamlaşdıq. Amma salamlaşma bilsən necə idi? Qonşunu görsən bəlkə daha çox sevinərsən. Halbuki münasibətlər necə idi? Halbuki mən həmişə onları, bilsən, mən hara getmişəm, demişəm, nə danışırsınız? Aynəs mənim ailəmdir. Amma sən demin mən elə deyildim onlar üçün. Bu realdan sonra olub da? Mən bilmirəm. Axı mən reala getmədim işləməyə. Mən ümumiyyətlə bu söhbətlərdən xəbərdar deyiləm. Sən reala getdin. Və mən sonra soruşdum qızlardan ki, bəlkə məndən ona görə küsüblər. Mən bilmirəm axı. Mən hardan bilirdim? Mən qızlarla görüşəndən sonra bildim ki, burada səndə mi problem var imiş. Və mən bəlkə belə deyirlər, yox, heç vaxt belə şeydən ötürü ola bilməz. Doğrusu mən də onu bilmirdim də ki, elədi. Amma daxil olduqca, ünsiyyət qurduqca görürəm ki, bu elə bir ki, iki düşərgəyə bölünüb aynəsçilər. Yarısı burada, yarısı orada və heç qaynayıb qarışmırlar. Elə bir ki, Gibraltar axardı. Heç qaynayıb qarışmırlar. Hər bir tərəfdədir. İndi nə ilə məşğulsan? İndi sonsi bir rejissor kimi həyatımı yaşayıram. Öz mərkəzimi açdım. Nə mərkəzidir? Eşitmişəm, hətta yerini də bilirəm. Əvvəl çox hamının prikola tutduğu, məzələndiyi Baku Blogger School. Hamı deyirdi, özdə altda bizdə qəşəng avtoyuyucu var idi, üstdə də məktəbimiz. 6 mayka üstə obyekt. 6 mayka üstə obyekt. Ümumiyyətlə çayxana idi, o da götürdüm ki, maraqlı olsun. O vaxt mənim yoldaşım mənə dedi ki, sən fikirləşmirsən, nə girsən, amma mən oradan fikirləşirəm, nə girəm. 4 il keçib, artıq biz Moykanın torbasını tikdik, biz çıxsa da. Yəni Altı da götürdü, altını da götürdü və artıq bizim balaca bir belə evciyimiz olacaq. Əvvəl Baku Blogger School-dan başladım. Çox qeyri-adi bir ideya olaraq heç kim başa düşmürdü sən nə etmək istəsən. Mən də sadə, standart yanaşmanı sevmirəm. Axı məndə hər şey Andrey Badinski qeyri-adi olmalıdır. Nəsə onunla başladım. 2 ili onu qaldırmağa, uşaqlardan başladım, sonra yeni yetmələr, sonra böyüklər, sonra natiqliyə açdıq. Yəni mənim əsas məqsədim hər kəsi bloger etmək deyildi.
marketinq tərəfindən, Blogger School adı ilə diqqəti cəlb etmək, xüsusilə də o Moyka mənim PR-ım idi qəşəng ki, hamı məzələnirdi, hamı paylaşırdı sosial şəbəkələrdə. Səhərsi gün bizim çoxlu müştərilərimiz gəlirdi və bizə yazılırdı. Çünki 10 nəfər gülürsə, bir nəfər də deyir, maraqlıdır, gedim görüm nə var orada. Mənim məqsədim hər kəsi bloger etmək deyildi. Mənim məqsədim hər kəsi uşaqlıqdan böyüyə, yəni uşaqdan böyüyə qədər hər kəsi özgüvənli etməkdir. Özünü gözəl təqdim etməyin, yəni bacarığını verməkdir onlara. Bu bizdə həqiqətən ölkəmizdə böyük bir problemdir. Kimdəsə bu bir 10% təşkil edir, aşırı şəkildə özgüvən var. O da yaxşı bir şey deyil. Amma əksəriyyətdə özgüvənlə bağlı problemlər olur. Mən də gəlib çatdım. Uzun yolu keçdim. Doktoranturanı da bitirdim. İkinci təhsili də bitirdim. Deputatlığa namizəd oldum. Sonra başa düşdüm ki, bilirsən nə var? Sən indi bir dənə özünə qərar ver. Bundan sonra missiyan nədir? Yəni, bütün həyatın boyu gedirdin və fikirləşirdin ki, sən dövləti təmsil edən bir adam olacaqsan. Mənim məqsədim o idi. Sən ya deputat olacaqsan, ya minimum nazir müavini olacaqsan. Görsən də necə ego, necə ambisiyalar idi mənim beynimdə. Həmişə mən deyirdim ki, mən vəzifədə olmalıyam. Ki, mən Azərbaycanı o qədər sevirəm. Məndən yaxşı onu heç kim təmsil edə bilməz, onu düşünə bilməz. Bu egodan irəli gələn. İndi mən başa düşürəm, böyüyürəm. O vaxt uşaq idi. Yəni, yeni yetmə idim, gənc idim. Amma sonra mən oturdum və fikirləşdim, yaxşı. Televiziyada səni bəyənmirlər, özün də istəmirsən belə baxanda o formada getmək. Özümə sual verdim, bəs nə etmək istəyirsən? Mən missiyasız yaşaya bilmirəm, mən məqsədsiz yaşaya bilmirəm. Seçkilərdən sonra bir uzun müddət çəkdi düşüncələrlə ki, sən nə etmək istəyirsən. Sonra mən anladım ki, mən yeni bir missiyanı götürürəm və ola bilər ki, bu missiya mənim missiyamdır. Artıq keçdiyim yolda qazandığım bacarıqları, bilikləri, hansısa nailiyyətlərin sirlərini digərlərlə bölüşməkdir. Artıq mən paylaşmaq istəyirəm, artıq mən bölüşmək istəyirəm, mən danışmaq istəyirəm. Kimin özgüvəni yoxsa, kim həyəcanlıdır çıxış edən zaman, mən onu necə özümdə öldürmüşdüm. Mənim ayaqlarım konkret işləmirdi efirdən sonra, mən gəzə bilmirdim. Vahid mənim bir dəfə məndən soruşdu ki, səni təsadüfən insult vurmayıb, deyirəm, yox, nə olub. Efirdə belə-belə oxuyordum. Stresdən çənəm qaçırdı. Deyirdim, mən elə bilirdim ki, səndə parezdir. O birinci efirdəki həyəcanlanmadın, sonradan gəlir. Sonra dəhşət idi. Dəhşət. Mən bir Milli Məclisə yadımdadır, gedirdim. Gəlmişəm, böyük iclasdır. Bütün deputatlar, o vaxt Oqtay Əsədov falan, hamısı. Və mən sual verməliyəm. Mən axı çox gəncəm, mən heç o sualı dərk etmirəm, mənə deyiblər, yazmışam. Gəlmişəm, o qədər adam, nəysə səhv demişəm, hamı gülməyə başlayıb. Həyəcandan, onun qalanı da səhv oxumağa başlamışam. Yəni, bu günləri yaşamışam. Və bugün, və orada Oqtay Əsədov deyib ki, niyə gülürsünüz? Yelena xanım hamımız da yaxşı Azərbaycan dildə danışır. Məncə də. Amma 100 nəfər güldü. Mən bundan tamamilə razıyam ki, sən Azərbaycan dilin çox gözəldir. Yəni, o qədər çox sağ ol əzizim. Və bugün mən bunları niyə açıq danışıram? Mən özümü tənqid etməkdən qorxmuram. Çünki bu həqiqətdir. Mən durumun dediyim ki, bilirsiniz necədir? Mən belə xeyir. Bəli, bugün mən nələrisə bacarıram, o vaxtı bacarmırdım, bilmirdim. Və bilməyə, o həyəcanı... Kim anasının qarnında öyrənib? Bilməyə, o həyəcanı necə öldürmüşəm özümdə? Necə ağlayıb çıxmamışam zalda? Necə deməmişəm ki, mən bir də getməyəcəm ora? Mən bir dəfə, biz ailəmizdə oturmuşduq. O vaxt demişlər ki, Araz Əzimovdan müsahibə almaq lazımdır. Araz Əzimov da prezidentin Qarabağ üzrə köməkçisi idi. Xarici İşlər Nazirinin qabağında biz saatlarla oturub gözləyirdim. Mən o vaxt hələ oturmamışdım, xəbərim yox idi. Qızlar hamısı qayıtdılar, dedilər ki, Araz mənim bizə cavab vermir, biz saatlarla oturuq, mən getmirəm. Hamı dedi, mən getmirəm. Birdən cücə. Mən deyirəm ki, gəlin mən gedim. Hamı güldü. Mən də baxdım belə, dedim, ay axmaqlar, içimdə dedim, deyə bilmirəm axı uşağım, necə mən bunları, indi mənə desə, deyirəm, az kəs səs ver, sən mənə gülürsən, mən də sənə gülərəm. O vaxt onu deyə bilmirəm. Bir dənə qapaz verəcəm, canım, bəlkə otur yerində. Deyirəm ki, gör necə çıxmışam vəziyyətdən, deyirəm, baxın, siz hamınız bacarırsınız, material yazırsınız, ciddi işlərlə məşğulsuz, mən boş-boşuna oturmuşam. Gedim orada boş-boşuna oturum. Bəlkəm alındı. Bunu dedim,
Hamı məzələndi, mənə kaseti verdi. Kasetim yox idi. Getdim. Araz Əzimovun şəklini və bəxtdən Oliveriçka. Heç bir kanal gəlməyib. Necə olubsa heç kim gəlməyib. Bəxtimə baxırsan. Xarici İşlər Nazirliyinin arxa qapısı, hə? Yox, qabaq qapısı. İndi onun qabağı darvazadır. O vaxt açıq idi. Bizə görə bağlı yazılar. Operator da yenidir, o da tanımır. Oturmuşam, belə baxıram, açıqlıdır, amma deyəsən oxşamır, bağlayıram. Qaçdım qabağına, indi bilmirəm, o da yox, bilirəm. Araz müəllim, o da hündürdü axı, mən də 1.50. O da belə baxdı kimdir? Mikrofonu belə tutacağım. Araz müəllim, əzbərləmişəm idi sualı. Dağlı Qarabağ, nəsə, oxuya da bilmirəm, ayıb daxı, jurnalist oxusu. Əzbərləmişəm, əl əsir, ayaq əsir, belə. Deyirəm, hamı deyir, axı, nə bilim, bizi qovur, bizə cavab vermir, falan. Məncə kişi şoka düşüb. Bir dənə belə elədi, belə elədi. Hə, Qarabağ başladı danışmağa. İndi o nə danışır mənə maraqlı deyil də. Çünki axı başa düşmürəm. Lena xoşbəxtdir. Mən uçuram da, başa düşürəm. Mən indi fikirləşirəm, hamının gözünü görürəm ki, mən gəlib deyəndə ki, mən müsahibə almışam, necə olacaq? Konkret. Müsahibə, çox sağ olun, Araz müəllim. Bəlkə bir də əlavə sual vermək olar da, o da belə sağ olun. Məncə o şoka düşüb ki, bu qız kimdir də, gəlib, mikrofon 2 dəfə məni görür, sarışın göy göz, Azərbaycan dilində Qarabağı soruşur. Yazığı gəlib mənə cavab verir. İndi mən niyə sürümə bizə necə girmişəm? Bəzən elə kuryoz vəziyyətlər olurdu. Mənim yadımdadır, indi deməyəcəm, sonra müsahibədən sonra deyərəm sənə. Aha, məni məcbur elədi, hamısını tökdüm, açdım. Bundan sonra bilmirəm hara gedəcəm, nə olacaq? Gedib sual verib ki, Kasparda Aydın müəllimə deyəsən sual vermişdi ki, tankera baxır, deyir ki, bəs tanker nə qədər adam tutur? Aydın müəllim də deyir ki, ayaq üstə 400 nəfər, oturanda 300. Ha, təşəkkür edirəm. Bizdə işləyirdi ya. Bilirəm. Tağı mən... Çox tanınmış adamlardan biri idi. Bilirəm. Götürdü. Yəni Aydın müəllim bax belə baxırdı ki, bu nədir də? Bəs eyni şey deyildi. Tağı müəllim deyəndə bir-bir, hamı zarafata tuturdu, məzələnirdi. Kişidən soruşurlar ki, metroda orada qəza olub, deyir, metrodan neçə nəfər var? Deyir, 2,5. Oradan birisi kişi indi girib, qapıda tutmuşsunuz da onu. Başa düşürəm, statistika ola bilər, bu dəqiqə baş verib hadisə. Bizə incə bəzi məntiqsiz məqamlarda biz özümüz o qədər gülünc vəziyyətə qoyuruq ki. Əslində jurnalist cavab almaq istəyir. Jurnalistin bizə necə öyrədilib? Jurnalistin işi sual verməkdir. Ən əsası, bax, bayaq dediyin o məsələ ki, sual vermək. Necə? Sən sualı ver. Nə deyir desən, o onun məsuliyyətidir. Hə, amma sən də sualı elə verməlisən ki. Bəzən elə sual verməlisən ki, özün də tırsırsan, ha. Bəli. Mən bunun nətər soruşacağam. Nətər buradan, oradan belə. Bəli. Halbuki sənə işdən necə deyirlər? Belə eləyirlər, getdənən belə eləyirlər. Bizə demirlər axı, bizə izah etmirlər, sən onu necə belə şirin dillə deyə bilərsən. Biz sonradan yavaş, pambıqla baş kəsirsən. Bu sənin artıq fərasətindir. Bizə bunu öyrətməyiblər. Deyiblər ki, ala, bu sənin sualın, get soruş. Bu sualı ver. Sən Azərbaycan dilini hardan öyrənmisən? Bilmirəm ki. Məncə həyətdən. Mən bəzən zarafat edirəm, gedirdim yolda, yıxıldım, başım dəydi. Başladım Azərbaycan dilində danışmağa. Buna insanlar çox inanırlar. Çünki insanlar nağıl, hekayəni çox sevirlər də. Amma mən deyəndə ki, elə oldu, elə alındı ki, belədir. Mən sənə daha maraqlı bir faktı deyim. Baku Blogger School'dan sonra, blogerlik məktəbindən sonra bir dəfə məni televiziyaya dəvət ediblər, uşaqlarla bir yerdə, blogerliyi öyrənənlərlə. Uşaqlardan soruşdum, kim Azərbaycan dilini bilir? Heç kim. Bu mənim çox pis xətirimə idi. Çünki mənim yanıma gələn təbəqə hamısı ingilis dili məktəblərdə oxuyurdu uşaqlar. Dedim, yaxşı, bir dənə danışıq klubu açdım Azərbaycan dilində. Oliveriçka, 2 ildir ki, mənim artıq Azərbaycan dili mərkəzim var. Və bugün bizim mərkəzimizin 100-dən artıq tələbəsi var. Və mən... Yəni, sən bilirsən də, bu əslində təhqirdir. Və mən bilirsən, neynəmişəm? Azərbaycanda Azərbaycan dilini sən məktəbdə tədris olmursan, nəinki qrammatikasını və məziyyətlərini izah edirsən, Azərbaycanca danışmağı öyrədirsən Azərbaycanda. Sən bilirsən, mən neynəmişəm? Mən proqram yazmışam, Olivera. Mən gecə-gündüz yatmamışam. Əvvəl bu sadəcə danışıq klubu idi. İndi bu proqramdır. Konkret proqramdır. Nədən başlayıb? Azərbaycan. Sıfırdan başlayıb, danışana qədər aparıram o insanları. Məktəb proqramını götürmədin? Qətiyyən. Bir dəfə də açmadım. Bir dəfə açdım ki, artıq mən bu yay, mən başa düşdüm ki, mən tək bacarmıram.
həm uşaqlara öyrədirəm, həm yeniyetmələri öyrədirəm, həm böyükləri, həm natiqliyi öyrədirəm. Çıxış etmək istəyən səhnədə olsun, mikrofon qarşısında siyasətçilər gəlirdi. Mən artıq başa düşdüm ki, mən bacarmıram. Komanda yığdım, müəllimləri öyrətdim və ondan sonra başa düşdüm ki, metodika olmalıdır. Və bu yaxınlarda mən dedim ki, gəlin uşaqlara kömək edək. 1-ci sinifdən 11-ci sinifə qədər məktəb proqramında olan bütün sözləri yazaq, özümüzə bir lüğət yaradaq. Və onu salaq öz proqramımıza ki, məktəbə də dəstək olaq. Ulvira, 1-ci sinif, 1-ci dərs. Ata, ana, gözəl, ailədən başladıq. 2-ci dərs, bəlkə yanıla bilərəm, 3-cü dərs, 4-cü dərs. Əlifba yoxdur, görməmişəm. Yoxdur əlifba. Və birbaşa sənə şəkil verirlər və deyirlər, danış. Danış. Bu rus məktəbi üçün nəzərdə tutulan? Bəli. Mən bu yaxınlarda ürəyim yana-yana hər dəfə özümə söz verirəm ki, mən bununla bağlı bir video çəkəcəm. Ola bilər ki, elə qismət sənin verilişində idi bunu danışmaq. Mən bizim təhsil nazirimizin xətrini çox istəyirəm. Emin Əmrullayevin. Başa düşürəm niyyətləri necə gözəldir, anlayıram. Ki, istəyirlər ki, hər bir Azərbaycan vətəndaşı Azərbaycan dilində mükəmməl danışsın. Mən də şərikəm o fikrə. Amma deyir, yaxşı eləyirsən, amma düz eləmirsən də. Bu məsələ var. Düz mü eləyirlər? Bax, proqram əgər yaxşı olsaydı, işləsəydi, 11-ci sinifdən sonra gələn, demirəm uşaqlıqda, 11-ci sinifdə 17 yaşlı insanlar gəlir bizim yanımıza. 10 deyil, 20 deyil. Heç biri danışa bilmirsə, imtahanı verir, universitetə girir, keçir, testlərdən keçir, amma danışa bilmirsə, mən neynirəm onun bu qrammatikanı əzbərləməyini? Bax, mən neynirəm? Əgər bu insan bir dükana girib, bu neçədir, mənim başım ağrır deyə bilmirsə, mən neynirəm 11 ilin o proqramı? Leyla, bu Təhsil Nazirliyinin problemi deyil axı. Metodikanı kim yazır? Çox qəribə bir şeydir. Bu qəribə yanaşmadır. Nəyə görə? Sən Azərbaycanda yaşayırsan. Aha. Sən Rusiyadakı Azərbaycan məktəbi deyilsən. Sən Azərbaycanın içində Azərbaycan məktəbisən. Azərbaycan vətəndaşsan. Nəzərdə tutulur ki, sən a priori bu dili bilirsən də. Bilmirsən də, Ulvira. Bilmirsən də. O məktəb Azərbaycanda Azərbaycan dili dərsliklə, nə bilim, nə ilə öyrədilməli deyil. Sən sadəcə olaraq həyatda düşür, uşağı, məsəl üçün valideyn uşağını ötürməlidir ki, get həyatda bu topu qov uşaqlarla. Həyata düşən var nedir? Realda, idealda belə olmalıdır. Razıyam. Belədirmi? Yox. Deməli, bu insanlar sadəcə olaraq danışmır Azərbaycanca. Dili öyrənmək üçün danışmaq lazımdır. Ulvira, çevrədə danışmaq lazımdır. Sən bilirsən, indi nə qədər insan dünyada, mənim bizə nə qədər tələbəm var, dünyada, hansı ki, Azərbaycan dilini öyrənmək istəyir. Və mənə qədər bir 7 müəllimlə məşğul olublar və danışa bilməyiblər. Leyla, bunlar niyə danışmırlar? Bilmirəm. Ən əsas səbəb odur, niyə danışa bilmirlər? Deyirsən, istəmirlər, istəyirlər. İstəmirlər, davranış qaydasını dəyişmək lazımdır. Mənə inan sən niyə ki, danışırsan? Sən Ukraynsan, sağdan, soldan, hər tərəfdən sən Ukraynsan. Sən niyə danışırsan? Mən uşaqlıqdan o mühitdə idim, onların mühiti yox. Mühitini saldı, demək mühit olmalıdır da. Bəs neynəsə, yoxdur da mühit. Mən demirəm ki, valideynlər haqqlıdır. Mən sənə özümdən danışım. Mənim qızım var, onun 6 yaşı var. Allah saxlasın. Allah bütün balaları, sən də balalarını saxlasın. Смотри, bax, mənim qızım, biz yoldaşımla Azərbaycan dilində danışırıq. Hər də rus dilində, amma əsas düşüncəmiz, mənim yoldaşım rus bölməsini bitirib, mən universitetdə Azərbaycan bölməsini bitirmişəm, mən Azərbaycan dilində düşünürəm və bizim düşüncəmiz Azərbaycan dilində. Mənim anam bizimlə qalır, o sırf rus dilində danışır. Niyə? Çünki onun Azərbaycan dili çox zəifdir, hər şey anlayır, gedir mağazada çox rahatlıqla danışır, o da mənim tələbələrimdən olub, sonra mən deyib gəlməyəcəm yanıma, bilsən niyə deyir. Mən deyir, səndən əvvəl gül kimi danışırdım, nətər gəldi danışırdım, mən hamı başa düşürdü, indi deyir, durub dayanıb fikirləşirəm ki, necə düz deməliyəm, istəmirəm deyir. Ən pis tələbəm oldu mənim anam. 3 yaşımda mənim qızım, 2 yaş yarımda mən onu bağçaya qoymaq istədim. Amma istədim ki, o bağça ödənişli olsun, kameraları olsun, Azərbaycan dilində olsun. Çünki mənim qızım əkiz olub və biz bir əkizi itirdiyimizə görə mənim üçün çox belə bağça seçimi çox həssas bir mövzu idi. Yəni, çox dəhşətli. Mən şəhərin mərkəzində, Bayalda qalırdım. Azərbaycan bölməsində
özəl bağça tapmadım. Doludur. İndi bəli, Doludur, itə tökdür. tapmadım. Bilsən niyə? Mən bilsən nə qədərə müraciət elədim. Mənə dedilər, var ya Azərbaycan bölməsi. Azərbaycanlılar öz uşaqlarını Azərbaycan bölməsinə qoymurlar. Həyatımda baş vermiş sənə hadisəni danışıram. Mən tapmadım. Mən fikirləşdim ki, mən bu qədər pul verirəmsə, qoydum uşağımı ingilis bölməsinə. Çünki bu mənim travmam olub. Mən çox ingilis dilini normal öyrənə bilməmişəm. İngilis bölməsinə qoydum. 3 yaşda, 4 yaşda mənim qızım gəlib mənə bizə nə deyib. Mənim qızım dil açanda yoldaşı müharibədə idi, 2-ci Qarabağ müharibəsində. Anam da xərçəng idi, mən qaça-qaçda işdə idim, dəlixana idim. Və dayəmiz rus dilində danışırdı, Azərbaycan dilini bilmirdi. Sadəcə yaxınımız idi. Mən bu qıza heç kimə etibar edə bilmirdim və balanı. Və mən dedim ki, lazım deyil. Pis, yəni Azərbaycanca danışmaqdansa rus dilində danış. Bu uşaq dili açıb rus dilində. Amma mən çalışıram Azərbaycan dilində. 4 yaşda bu uşaq bilsə mənə nə deyib? Mama, mənimlə Azərbaycan dilində danışma. Bu mənim dilim deyil. Can, niyə? Dedim, niyə? Atom, anon, atan yox, aton, anon. Necə? Deyir ki, axı nənə danışmır rus dilində, Azərbaycan dilində. O özünə daha rahat tərəfi seçib ki, axı o dili öyrənməlidir. Hə. Mən onu konfort zonadan çıxardıram. Mən həmin vaxt məcbur oldum, dedim ki, nənə səhv edib. Nənə bu ölkədə yaşayaraq bu dili çoxdan bilməli idi. Amma mən səni dedim, məcbur etmirəm qızım. Sadəcə onu bil ki, birincisi, bu sənin doğma dilindir. Qəbul etdin və ya qəbul etmədin. İkincisi, sən o dili bilməsən, sən rahat cəmiyyətdə ola bilməyəcəksən. Üçüncüsü, özgüvənin heç vaxt olmayacaq. Çünki sən cəmiyyətdə özünü təmsil edə bilməyəcəksən, özünü təqdim edə bilməyəcəksən. Amma dedim, mən səni məcbur etmirəm. Mən onu buraxdım. 1 il ərzində mən nələr etdim? Ən şirin, ən gözəl sözləri Azərbaycan dilində deyirdim. Mən onunla rus dilində danışıram. Yatanda deyirəm, şirin yuxular qızım. Deyir ki, что это означает? Deyirəm, qızım, это моя доченька. Şirin yuxular, это сладких снов. Dondurma istəyirsən, hər bir uşağın istədiyi dondurma. İstəyirsən, pozitivlə əlaqəli olan şeylər hamısını Azərbaycan dilində. Sonra nə baş verir? O mənə deyir ki, mən vokala getmək istəyirəm. Deyirəm, yaxşı, vokaldan əvvəl öz mərkəzimdə pilot layihə kimi götürürəm, bəbələr üçün proqram yazıram, başqa qızı qoyuram və deyirəm ki, Adeli gətirəcəm sənin yanıma. Adel gəlir 2 həftə sonra yay başlayır, amma mən görürəm ki, Adelin xoşu gəlir, mən proqramımı davam edirəm. Keçən ilin sentyabrın 17-sindən mənim qızım dərsə başlayıb. Digər uşaqlar kimi həftədə 2 dəfə 1 saat olmaqla. Sentyabrdan bugünə qədər. Mənim qızım indi bizə necə danışır? Mənim qızım mahnıları Azərbaycan dilində oxuyur. Mahnını qoyum qırağa, gəlir mənim yanıma, deyir ki, mama, mən səni elə çox sevirəm. Mən də, özü də hərdən belə, mən də istəyirəm da, o daları hardan götürüb bilmirəm. Ya hərdən mənə o qədər gülməli gəlir. Atası soruşur, yoldaşım soruşur ki, что ты делаешь, Adelka? Mən deyirəm, Mehdi, sən çalış, davay, maksimal keçək Azərbaycan dilində danışma. O da avtomatik vərdişdən deyir ki, что ты делаешь, Adelka? Ata, oppanıram da. Yəni, o artıq düşünməyə baxmayaraq ki, bağçada ingilis dilindədir. Necə olub? Buradan Azərbaycan dili, mənə vokal istəyib, mən onu vokal qrupuna qoydum. Harada dərs yalnız Azərbaycan dilində gedir. İndi o məndən fortepiano istəyib, mən onu Azərbaycan dilli fortepiano müəlliməsi tapdım. Mən onun üçün cəmiyyət yaradaraq, buradan da düzgün proqram verirəm. Kim bizim valideynlərə bunu eləməyə mane olur? Heç kim. Amma Musiqi məktəbi Azərbaycandadır, Azərbaycancadır, rəqslər Azərbaycancadır, vokal Azərbaycancadır, bağçalar, əla dərslər keçilir. Əla müəllimlər var. 20 nömrəlinin tələbəsi mənim qızım olub. Şagirdi mənim qızım olub. Fövqəladə müəllimlər var. Olveriçka, mərkəzdə Sadəcə olan... olaraq mən rusca danışım, özümü elitar göstərim. Mən indi bilirsən nə edirəm? Təsəvvür elə, mən nazir olmaq istəyirdim, deputat olmaq istəyirdim. Kim mənə desəydi ki, 5 il əvvəl sən Azərbaycan dilini tədris edəcəksən, mən gülərdim üzünə. Amma bugün mən bilsən necə xoşbəxtəm. Mən bir missiyanı hiss edirəm. Hər danışmağa başlayan insanı, hər o dili sevib, biri var məcbursan danışması, biri var sevirsən. Çünki mən proqramı elə qurmuşam ki, hər kəs oradan xoşbəxt çıxır. Bunu edəndə mən görürəm ki, ay Allah, ilahi, mən cəmiyyətimiz üçün nəsə edirəm. Lenaçka, bax, orada insanlar ki, gəlir dil öyrənməyə, hə?
Onlar nəyə görə gəlirlər? Niyə Azərbaycan? İstəyirlər. Sən bilirsən ki, onlar İşləri ilə bağlı lazımdır, o yoxsa başqadır. O da olur. Amma o mən 10% götürürəm. Mən lazımdığını başa düşmürəm. Bax, mən razıyam. Amma mən nəyə gətirdim sözümü, unutdum indi qayıdım ona. Mənim ən böyük missiyam bilsən nədir? 5 il sonra mən istəyirəm ki, Azərbaycanda, Azərbaycan dilində danışmaq dəbdə olsun. Nəinki dəbdə olsun. Mən Azərbaycan dilinə gedirəm, dilimi təkmilləşdirirəm sözü ayıb yox. Bugün mənim yanıma məmurlar gəlir. Çünki çıxış edirlər və bunu gizli saxlayırlar. Məndən 1 saat əvvəl heç kim olmasın, məndən 1 saat sonra heç kim olmasın. Amma mən istəyirəm hər kəs desin ki, mən öyrənirəm, öz üzərimdə çalışıram, təkmilləşirəm və bu gözəldir. Mən bunu birinci dəfə deyil eşidirəm ki, məmurlar gəlirlər, iş adamları gəlirlər, Azərbaycan dilini öyrənməyə dərs alırlar. Və mənə nə deyirlər? Deyirlər ki, siz necə gözəl danışırsınız Azərbaycan dilində? Xeyr, mən gözəl danışmıram. Mən sadəcə düzgün danışıram. Bizim komanda yox, bizim komandamız. Mənim təzə dostum yox, mənim yeni dostum. Əgər biz dilimizi hər yerdə qısaldaraq yox, sona qədər səliqəli şəkildə sözlərimizi tələffüz etsək, o qədər gözəl dilimiz var. Natiqliyə getməyə ehtiyac yoxdur. Dili sevməyə ehtiyacı var. Bizim problemimiz dilə olan sevgidən başlayır. Dilə olan sevgidən. Və mən nəyə görə deyirəm ki, yaxşı, valideyn başa düşmür, uşaq gəlir, uşaq istəyir. İstəməyəni də mən elə edirəm ki, o 1 ay sonra istəyir artıq. Mənim birinci missiyam budur. O istəsin, o sonra həyətdə top da oynayacaq, o sonra mağazada çörəyi də alacaq Azərbaycan. Amma o istəməyəndə, mənim qızım necə demişdi, mənim dilim deyil, istəmirəm. O bariyer olanda, o mane olanda, o heç vaxt onu öyrənməyəcək. Mənim birinci başlıca məqsədim maneələri götürməkdir. İnan mənə, yaxşı, heç kim bunu edə bilmir. Məktəb bugün onu edə bilər. Amma nə baş verir? Tarixi ediblər ya Azərbaycan dilində, düzdür. Hamı var deyir ki, bilməlidirlər, belə bilməlilər. Tarix müəllimələri gəlir yanıma, ağlıya yayda ki, qurban olum, məni öyrət ki, mən Azərbaycan tarixini keçə bilim. Deyirəm, necə? Siz heç danışa bilmirsiniz. Bilirsən nə baş verir? Mərkəzdə olan məktəb, mən bu prosesin şahidiyəm. Mərkəzdə olan məktəb pilot layihəsi olaraq Google-dan tərcümə elətdirir, mətnləri dı oxuyur, uşaqlar əzbərləyir dı. Sən nə danışırsan? Kömək edirlər və axırda nə baş verir? Deyirlər ki, pilotdan layihə keçdi, hamı da belə eləyəcək, bundan sonra ədəbiyyat da olacaq. Bilirsən nə olacaq? 10 il sonra biz bədbəxt millətin nümayəndələri olacaq, öz dilini bilməyən, tarixini bilməyən, ədəbiyyatını bilməyən. Bunu mu istəyirik? Ananı mı qınayım? Kimi qınayım? Ananı. Qınayım. Qına. Yaxşı, ana eləmədi. Ən azından bir məktəbdə düşünsün ki, bacı bilmirlər, tarixi bilməyəcəklər birazdan. Ədəbiyyatı da bilməyəcəklər. Nəsimini Azərbaycan dilinə, niyazini oxumağı razıyam. Amma bunun izahatını ya da proqramı tam dəyişərək elə etmək lazımdır ki, 4-cü, 5-ci sinifdə uşaqlar danışsın. Danışmırlar. Məktəb eləyə bilməz bunu. Elə bilər. Eləyə bilməz. Əgər həftədə 2 dəfə Azərbaycan dili tədris olunursa, hər gün olsun. Okey, artırmaq lazımdır. Amma hər gün olsun. Münasibət başqadır. Olsun. Münasibət başqadır. Münasibət başqadır. Onlar hesab eləyirlər ki, yenə deyirəm, təkrar eləyirəm. Rusca danışmaq elitarlığın nümayəndəsidir. Artıq elə deyil. Artıq bilsən nədir? Okey. Artıq onlarda qorxu var. Əslində başa düşürlər ki, Azərbaycan dili çox alır. Əslində elə deyil. İndi bu dönüş var ha. Biz başlayanda, məsəl üçün mən televiziyaya gələndə 98-də gəlmişəm də və mən Azərbaycanca çətin danışırdım. Ləhcə ilə danışırdım və Azərbaycanca tam olaraq fikirlərimi ifadə edə bilmirdim. Çünki mən Rusiyada böyümüşdüm. Mən onu sonradan yavaş-yavaş danışdım. Məndə düzəldi hər şey. Amma mən Azərbaycan dilli çevrədəydim ha. Yəni ona görə mənim elə bir problemim yox. Sadəcə Rusiyada, yəni evdən sabah heç yerdə danışa bilmirəm axı Azərbaycanca. Mənim problemim o idi. O dövrdə insanlar Rus sektorundan çıxardıb övladını verirdi Azərbaycan sektoruna. İndi tərsini görürük biz. Ulveroçka, mənim yanıma uşaqlar gəlirdi natiqliyə. 14 yaşı var uşağın. Mən deyirəm, gəlin mətn oxuyaq. Görüm necə oxuyurlar bunların. Diksiyası, tembri, səsi filanı. Rus deyirəm, hansı dildə oxuyursun? Deyir, Rus dilində. Qoymuşam Rus dilində mətn, oxuya bilmədi. 14 yaşı var, oxuya bilmədi. Dedim, bəlkə Azərbaycan dilində deyir, hə, qoyun. Azərbaycan dilində qoydum, oxuya bilmədi. Niyə? İkisindən də yarım yamalaq. Bədbəxt milləti. Mən ona görə deyirəm,
Birincisi, özünə hörmət edən ilk olaraq. Və inan mənə ki, mən indi öz tələbələrimin arasında görürəm. Onlar, hətta Rusiyadan gələn, məndə tələbələr var, Rusiyadan müharibə dövründə köçüblər, Ukraynadan köçüblər, sıfırdan başlayıblar. Adam şirkətinin insan direktorudur. Hər dəfə mənə deyir ki, mən yorulmuşam Elyan xanım. Bütün işçilər mənə deyir ki, sən neyvə lazımdır bu dili öyrənirsən? Azərbaycan dilini. Biz Azərbaycanlılar bizim dilimizi öyrənmək istəyən xariciyə deyirik ki, sən niyə öyrənirsən, neyvə lazımdır? Bəs mən insanlara qürur verirəm ki, bu bizim dilimizdir, belə lazım. Onlar mənə gəlib deyirlər ki, bu nədir yazılır? Blogerlər bugün sözünü bir yerdə yazır, bu niyə belədir? Mənə elə gəlir ona çox fikir vermək lazım deyil o yazı dilinə. Səncə Azərbaycanca danışsınlar. Savadlı və savadsız adam var da. Özü bilər, bugünü bir yerdə də yaza bilər. Biz bilirik ki, o səhvdir. Əslində o necə gəldi yazır da. O epistolyar janrı uzun müddət yoxdur axı. İndi bu yazışma bu mənim üçün çox önəmli. Sosial şəbəkələrlə bağlı çıxıb. İndi həqiqəti deyək ki, biz bəzən vergül qoymuruq da, məsəl üçün tez yazırıq. Hər dəfə klaviaturanı dəyişmək falan da, məsəl üçün xitablarda məsəl üçün ən bəsit bir şeydə qoymuruq vergülü. Danışsın. Biz bilirik ki, hamı ali savadlı deyil və hamı filolog deyil. Amma danışsın. Danışsın. Vergülü düzgün qoymasın. Bugünü bir yerdə yazsın. Nə bilim, axı daha da pis səhvlər elə belə danışsın. Razıyam. O danışmaq üçün indi gör də mən özümə missiya götürmüşəm. İndi bilmirəm hansı yaşa qədər gedəcək. Mərkəzin adını dilin qoymuşdum, amma bu ildən dəyişəcəm onu və mənim bir ideyam var idi o vaxt şirkət açmaq. Sizdə şirkəti var, sadəcə onu uyğun bilmirdim nə edim. Sidarya & Co. Və istəyirəm ki, Sidaryanko Azərbaycan dili məktəbi olsun. Və qoy bu yenidən bir... Əla brenddir məncə. Əgər belə deyim də, millətin vəkili ola bilmədimsə, Azərbaycan dilinin vəkili ola bilərəm bəlkə. Ən azından. Bu dövlət üçün məmur olaraq heç nə edə bilmədimsə, özüm sahibkar olaraq etsəm, məndən sonra 5 nəfər bu dili sevsə, danışa bilsə və desə ki, məni Sidaryanko öyrədib və ya Sidaryankanın komandası öyrədib. Mən 70 yaşımda rahat Maldivdə istirahət edib deyə bilərəm, o kinolarda olur. İş görmüşəm mən. Mən bu dünyada, bu cəmiyyət üçün nəsə etmişəm. Müharibə dövründə yoldaşın Nə? getdi orduya, düzdürmü? Bəli. Necə oldu? Mənim yoldaşım ehtiyatda olan zabitdir və onları 21-i təlimə çağırıblar. Mənim başım çıxmırdı. Amma mənim yoldaşım zabit olduğuna görə bilirdi ki, təlim, elə belə təlim olmayacaq. Və həmin vaxt anam da onkologiya aşkarlanıb. Biz cavabı gözləyirdik ki, bu bədxasəlidir, xoşxasəlidir və s. Mənim anam da. Və biz getdik Qaxa. Yoldaşıma dedim, gəl sizdən də get. O deyir ki, yox, elə bir şənbə günü bizə zəng vurmuşdular voyinkomatdan. Və adını, soyadını soruşdular. Mənim bəli, nə olub ki, və sadəcə yoxlayırıq ki, şəhərdədir ya yox. Və birinci gün, bazar ertəsi, biz anamla qalxda, mənim yoldaşıma deyirəm, ayda burada nə qədər avtobus var, hamı arası gedir, deyir, mən də avtobusdayam, biz heç sağlaşmadıq. Deyir, qızaqımı götürdüm, getdim, deyirəm ki, yəni, və bir həftə sonra mən artıq eyvandan baxıb görürdüm ki, hərbi maşınlar jurnalistlər binasının yanından keçib gedirlər o tərəfə, anladım ki, müharibə başlayıb. Və belə olub. 44 günü orduda oldu da, deyilmi? Yanvarın 23-nə qədər. Ən sonuncu ordudan məncə o qayıdıb. Gəlib danışdı nəsə? Danışmaq, o qədər də danışmadı. Sadəcə mən ondan sonra tapdım şəkilləri, telefonu, onlar necə palçığın içində, necə ermənilərlə üzbəyüz idilər və s. Çox qorxuludur və mənə dedi ki, baxmasan yaxşıdır. Danışmır demək. Yox, danışmır. Bir dənə nəyi bilirəm, misal üçün, təzə-təzə gələndə, biz qaranlıq yeri girəndə deyir ki, elə bilirəm orada mina olacaq. Qəribə belə hisslər var idi. Sonra belə səsə qarşı gecə olsun, yəni çox oyaq yatıb, daim belə o qədər, bugün də bir dənə belə səs olsun, avtomatik oyanır sanki daim. Sonra belə maraqlı bir hissə var idi. Bir gün ayılıb görürəm ki, yerdə yatır. Deyirəm, sən niyə yerdə yatırsan? Deyir, əskərlər orada yerdə yatır, mən burada necə yataqda yata bilərəm. Amma danışıb yox. Ümumiyyətlə, mənim yoldaşım hüquqşünasdır. O hüquqşünas da həm də bilir ki, nəyi danışmaq olar, nəyi danışmaq olmaz, həm də niyə. Onsuz da biz zorlanmışıq da orada, mənəvi zorlanmışıq. Həmişə deyirlər təcavüz yalnız fiziki olmur. Qorxurdun? Çox.
çox dəhşət idi. Yadımdadır ki, yəni gecələri yatmırdım. Bir dənə SMS gözləyirdim ki, bir dənə SMS gəlsin. Yeni il yanımızda olmadı, ad günü yanımızda olmadı. Bir həftədən bir bizimlə əlaqə saxlaya bilirdi. Müharibə bitəndən sonra artıq Zəngilandda idi və orada telefon tutmurdu. Elbə ki, sərhədi keçiblər qabağı, bizim sərhədlərə və orada hələ nə şəbəkə tuturdu, daha qalxmalı idi ki, bir dənə mənə zəng vursun. Yəni, çox dəhşətli. Sən hər gün oturub bilmirsən, o sağdır, yoxsa sağ deyil. Çox ağır dövrlər idi, dəhşətli. Və o vaxt, məsəl üçün, indi danışıram, biraz rahatam da, amma o vaxt mən verilişlərə çağırırlar, hətta yoldaşım gəbdir, mənə biabır eləmirsən, hər yerdə ağlamırsan. Mənə asılı deyildi. Həmişə deyirdim ki, bəs soruşmayın da məndən ki, nə deyəcək. Soruşan kimi başlayırdım önkür-önkür ağlamağa, çünki. Hətta yadımdadır, o vaxt elə mən efirdə idim realda. Və yadınızdadır, o vaxt karantin idi və postlar qurulmuşdu. O postlardan keçə-keçə hər kəs soruşurdu, yoldaşınız necədir, qayıtmayın. Xəbər var onun. Artıq hamı bilirdi, o verilişdə, bu verilişdə görürdü. Marketə girirdim, hamı məndən soruşurdu. Hamı ondan narahat idi, bütün bayıl tərəfi falan hamı soruşurdu. Ona görə çox ağır dövr idi. Ona görə bir də deyəndə ki, müharibə deyirəm, yox istəmirəm. Əvvəllər istəyirdim. Çünki əvvəllər düşünürdüm ki, biz qaytarmalıyıq öz torpaqlarımızı. Hansı qurbanlarımız olursa olsun, fərqi yoxdur. Biz qaytarmalıyıq. Amma artıq bu hissi Söhbət Qarabağdan gedir. Bəli, təbii ki. Amma artıq Ukraynanı düşünürdüm mən. Çox Yeri gəlmişkən, Ukraynada qohumlarınız var? Qohumlarımız çox azdır. Çox azdır. Mən onları demək olar ki, tanımıram. Bizim bütün qohumlarımız, əksəri qohumlarımız buradaydı. Və 90-cı illərdə hamı köçmüşdü. Bizdən bir də əmimgildən başqa, bizdə başqa qohum yox idi. Siz niyə qaldınız? Mamam belə danışır, məncə nağıldır, inanmıram, amma gözəl, belə deyim, nağıldır. Güya ki, mən 3-4 yaşımda ağladım, dedim ki, mən Azərbaycan dilində orada kimlə danışacağım. Məncə nəsə işləri alınmadı, amma mənim üstümə atıblar. Deyirlər ki, bəs qızımız getmək istəməyib, biz də qalmışıq. Belə deyirlər, amma məncə sadəcə bəxt elə gətirir. Mama nə vaxtsa peşman olub qalmağına? Heç vaxt peşman olmayıb, yox. Mama Azərbaycanı çox sevir. Yox, heç vaxt, heç kim peşman olmayıb. Mən bir dəfə peşman olmuşdum. Seçkidən sonra yoldaşıma dedim, hara köçmək istəyirdin, dur gedək. O qədər sənə təsir elədi. O qədər. Mən dedim ki, artıq və yoldaşım dedi ki, tələsmə də biraz gözlə. Deyirəm, yox, mən 1-6 ay sonra bağışlayacağam hər kəsi və hər şeyi. Mən çox tez bağışlayanam. Çünki ölkəmi çox sevirəm. Mən ölkəmi sevməyə bilmərəm. O ölkənin insanları ola bilər pis olsun. Ola bilsin ki, onlar pis hərəkətlər etsin, vicdansızlıq edə bilər, ola bilər. Amma ölkəmi heç vaxt, yəni ölkəmi mən insanlarla ölçmürəm, onlara görə dəyər vermirəm. Və sonra pandemiya başladı, 6 ay sonra mən yenidən vuruldum öz ölkəmi, bağışladım hər kəsi və hər şey. Və gördüyün kimi hələ də buradayıq. Amma o şans var idi, getməyə şansı. Yoldaşınla necə tanış olmusan? Yoldaşım, mən deyilmişdim ki, mənim rəqs məktəbim var idi. Mənim yoldaşım... Demək ki, rəqs öyrədirdin ona. Bəli, tango rəqsinə gəlmişdim. Tangonu öyrədəndə aşıq olur da insanlar. Evet, amma tək dərs deyildi də, qrupda idi. Sadəcə o zaldan görəndə mən baxdım və beynimdən belə bir fikir keçdi ki, bu məsələn həyat yoldaşımdır. Nə danışırsan? Halbuki mənim indiki həyat yoldaşım, indiki dedikdə yeganə həyat yoldaşım xanımla gəlmişdi. Və mən özümə dedim ki, sən nə düşünürsən, nə həyat yoldaşı. Sonra məlum olub ki, onlar sadəcə iş yoldaşıdırlar və sadəcə rəqsdə cüt olsun, partnyor olsun deyə. Və beləcə oldu ki, mənə o fikirlər düz gəlmişdi. Mama müalicə olundu? Mama əməliyyat olundu, kimyalar aldım, müalicə olundum. Nə qədər çəkdi? Kimyalar. Ümumiyyətlə müalicə olunmağı, sağalmağı? Valla, onkologiyadan əziyyət çəkən tam sağalmır həmişə, daim nəzarətdə. Amma indi misal üçün əsəbləşirəm, deyirəm, sonuncu dəfə nə vaxt yoxlanmışsan? 6 aydan bir yoxlamalıdır özünü. 69 yaşı olacaq mamanın və o artıq belə... Yəni, görürəm ki, zəifləyib, görürəm ki, yaşlaşıb. Çünki mənim anam həmişə jıvçıq olub da belə oraqac, buraqac, enerjisi möhtəşəm idi. Mənim yoldaşım 23 yanvar gəldi, anam hələ kimyalar alırdı. Kimyoterapiyalar alırdı. Sonra yavaş-yavaş saçların çıxmağı, özünə gəlməyi və s. çəkdi. Sadəcə, yəni,
Allah qorudu ki, metastazalar yayılmadı və s. Bir dəfəlik orqanı sadəcə olaraq çıxartdılar və şükür Allah. Deyirsən ki, çox belə hərəkətli idi, jivçikdi. Hə, çox. Nəyi öyrədib sənə? Mən ona çox oxşuyuram. Ümumiyyətlə, enerji, irəli getmək və s. Hər şey. Sadəcə olaraq mən nə qədər çox oxşasam da bir o qədər də fərqliyik biz. Anam emosionaldır. Mən də çox emosionalam, amma yaş keçdikcə çalışıram, hər şeyi tənzimliyim, lazım oldu o qədər. Əsas odur ki, çox heyif. Mənim atam mənimlə fəxr edə bilmədi, görmədi. Bəlkə oradan fəxr edirdi, amma görmədi. Amma anamdan ona görə xoşbəxtəm ki, anam hər şey görüb. Hər şey görüb, fəxr edib. Ona görə məncə biz onlara necə qaytara bilərik, onların bizə verdiklərini. Ancaq onlar qürur duysunlar, hardasa qürurla desin ki, bu mənim qızımdır. Mənim anam mühasibdir və yadımdadır ki, o gedirdi. O vaxtı hesabatları hələ elektron deyildi. Gedib belə kağızına verirdilər. Gəlirdi sosial müdafiə fonduna, vergilərə və anamın soyadı da Sidarenko'dur. Sidarenko deyir, siz o Sidarenko'nun nəyisiniz? Eşidəndə ki, anası, buyurun, gəlin biz sizə kömək edək. O qədər ona hörmət göstərdilər. Mən çox xoşbəxtəm ki, anama o hissləri yaşada bildim. Bu dünyada varkən, belə deyək.